sual cavab edin. Onun zərtqası yoxsa Değerli ondan oğlan sonra da soruştum. açıq sual cavab edin. Yaxşı, onun üçün zayıf yataq. Nihat, yaxşı. Gör, Benzeri sebebi. Aha, Elmir, nə deyirsən? Ben bize geç açayım gördüm. Nəbi hazırsan, Nəbi? Nəbi, Gəlməm lazım. kameranı aça bilərsən? İndi var. Bəli, Məndən də indi soruşursunuz. bəli. Mənə soruşmusunuz. Açırsan mı kameranı? Mənim deyəcəm. Mən kimlə kimi sual cavab edirsiniz? Hə, ben. Julay, kayda başladın. Aha. Elmirdə görün mənə fenollar nədir? Birbaşa yəni birbaşa radikala birləşən əgər OH birbaşa radikala birləşərsə buna fenol deyilir. Nə radikalına? Karbon radikalına değil mi? Mənə bir dənə fenol deyə bilərsən. Necə seçin fenolu, Elmir? C6H5OH mənim arin çəkirik elə bir benzol. Benzol həlqəsi. Aha. Ona da OH birləşir birbaşa. Aha. Onu deyə bilərsən ki, benzol nüvəsi ilə birbaşa birləşmiş, yəni OH qrupu birləşmiş maddələr fenollar deyilir, elə? Fenollar sinifinin ilk nümayəndəsi hansıdır, Elmir? Fenol. Fenol. Süleyman, fenolun digər adları nədir? Fenolun digər adları bir şöhrədir, pirokatexin. Yox. Bir də Ümumi fenolun adını istəyirəm. Fenolun digər adı nədir? Nə turşusudur? Mənim karbol turşusudur. Karbol turşusu. Süleyman, bir də başqa bir adı da var idi. Başqa bir adı nə idi? Oksibenzol. Yaddan düşdü, Süleyman. Bu bir atomlu fenoldur. Bəs bura mən 2 dənə OH qoysaydım, bunun adı nə olardı, Süleyman? pirokatexin. Digər adı nə olardı? Digər adı benzol. Benzatiol 1-2. Bəs Elmir, bunun adı nə olardı, Elmir? Benzotriol, o birisi də Aha, bir şey. Aha, bir də pironə. Hallol. Yaxşı. Halogen sözləşikdə pirohallol. Süleyman, ksilollar səncə fenollara aiddir? Necə? Ksilollar fenollara aiddirmi? Ksilol. Fenollara mən xeyr. Ksilol nə idi? Kislol yəni aromatik karbohidratlarda var. Mənim CH3-lər, mənim metaksilol, ortaksilol, parksilol. Amma buna ksiloldur. Bilirsə, mənim krezollar adlanırdı. Krezollarda CH3-də OH radikal olurdu. Bəli, OH oldu. Bu hansı krizoldur? Orta metaksilol. Bu metakrizol. Birinci omega sözü yadda saxlayırdıq. Omega, mən də bunu deyirəm. Yəni birinci orta, sonra meta, sonra para gəlir. Yaxşı. Para elə bir temparası da. Yaxşı. Meta arada olur. Meta olsa burada olacaqdı. CH3. Parada da burada. Elmir. Məsələn, benzol həlqəsi çəkirəm, Elmir. Bura bir karbon yazıram, yanına bir karbon yazıram, burada OH yazıram. Bu fenol olar? Xeyr, mənim. Arindir bu. Nədir? Arin mən. Arin yox, aromatik spirtdir. Aromatik spirt. Aromatik spirtdir. Süleyman, fenol almağın 2 üsulu var idi. Hətta 3 üsulu var. Biri daş kömürün pirolizidir. Digər bir üsul hansını deyə bilərsən? Digər bir üsul nə deyə bilərəm? Mənim əvvəlcə benzolun üzərinə xlor gəlirlər, dəmir xloriz katalizator idi. Xlor benzol alınır. Sonra da natrium hidroksidindən alınır fenol.
Fenol və natrium xlor. Natrium Bəs xlor ikinci sul, götürür, bir dənə OH. aha. Elmir, ikinci İkinci sul nə sul olar? mən deyirəm. Yox, Mən Elmir. bir dəqiqə benzolun müəllim H xlorla əvəz olunması, yəni yox C6H5OH-ın H xlorla reaksiyası film xlorid iştirakında Təzədən denə. Əslində o Süleyman dedi, amma sən təzədən denə. Nəyin xlorla reaksiyası? Benzolun. C6H5OH-ın Yox, C6H6-nın, yəni benzolun xlorla dəmir katalizator iştirakında əvəz etmə reaksiyasından bir dənə xlor əvəzlənir. Yəni C6H5 xlor alınır, bir də H xlor alınır. Elə deyilmi? onun da oksidləşməsindən fenol alınır. Oksidləşmir, yox. C6H5 xlor təzədən natrium OH-ın suda məhlunla reaksiya edir. Buradan Elmir, natrium xlor alınır. Aydındır, suda məhlul natrium xlor. Bir də alınır C6H5OH. Bu bir üsul idi. İkisi bir yerdə bir üsul sayılır. Aydındır. Başqa hansı üsul tanıyırsan? Süleyman, başqa hansı üsul tanıyırsan? Mən bir də izopropil benzoldan alınırdı, kumoldan. Bəli, Kumolun izopropil oksidləşməsində. izopropil benzol Benzonla izopropilin reaksiyasından alınır. Sonra da onu H2 katalizator ilə oksidləşməsindən fenol bir də aseton alınır. Aha, indi Elmirlə yazaq. Elmir, başqa bir üsul nə idi? Kumol. Kumol nədir? Kumol bu maddədir. Yadına gəlir? Bəli, mənim. Oksidləşməsindən alınır. Bəli. Oksidləşməsi zamanı aseton alınırdı. C, buradan O. Bir də fenol alınırdı. C6H5OH. Elə deyilmi? Bəs tezlərə Bəli. düşə bilər ki, Elmir, bəs bu maddənin özü nədən alınır? Bu maddənin özü nədən alınır? Benzolun üstünə izopropil gəlməklə. Benzolun üzərində propen gəlirsə, propen maddəsi və alınır nə? İzopropil benzol. Yaxşı, bu belə. Sonra Elmir deyir, de görüm mənə deyə bilərsənmi? Fenol bərk olur, maye olur, yoxsa qazı olur? Bərk olur, kristal formada. Bərk olur. İyi var, yoxsa yoxdur? İyisizdir mənim. Yox, xarakterik bilir fenol. Yaxşı, xarakterik özünə məxsus iyi var. Rəngsizdir və bərk halı, kristal maddədir. Yaxşı. Süleyman, başqa nə deyə bilərsən? Fenol suda necə həll olur? Soyuq suda necə həll olur? Zəhərlidirmi? Suda az həll olur, amma suda yaxşı həll olur. Zəhərlidir. Dəriyə düşdükdə çətin sağlanan yaralar əmələ gətirir. Hidrogen rabitəsi var. Sonra yüksək təvsiyə. Nə dedin? Eşitmədim. Elmirdə görə mənə fenol əsasi xəstəlidir, yoxsa turşu xəstəlidir? Turşu xəstəliyi mənim, zəif turşu. Bəli, zəif turşu xəstəliyi olduğuna görə natrium və natrium OH-la reaksiya edə bilər. Fenolun natrium OH-la reaksiyasına nə alınır? Nətər müəllim? Fenolun natrium OH-la reaksiyasına səncə nə alınır? Yazmaq istəyirsən? Natrium əvəz olunur, H2O çıxar. H2O çıxar. Bəs natrium əvəz olunsa? Natriumla əvəz olunsa bir dənə 0.5 mol natrium çıxardır. H2, 0.5 mol H2. H2O natrium OH-da çıxır. H2 isə təkcə natrium girəndə çıxır. Bəs yaxşı, kimə sual verirdim? Süleymana. Süleyman, səncə fenolun turşuluğu daha çoxdur, yoxsa suyun? Fenolun. Səncə fenolun turşuluğu daha çoxdur, yoxsa etil spirtinin? Fenol. Səncə fenolun turşuluğu daha çoxdur, yoxsa karbonat turşusunun, H2CO üçün? Karbonat turşusunun. Bəli, karbonat turşusuna görə fenolu duzlarından sıxışdırıb çıxara bilir. Məsələn, bir dənə sual da verim Elmirə. C6H5O natrium, Elmir üstə gəlsin. H2CO3. Buradan nə alınır? Əlim çıxışdırıb çıxarırdı, bir dəqiqə. Fenol alınır, yəni. Bir də çay sodası alınacaq. Yaxşı? Natrium HCO3. Natrium HCO3 çay sodası. Всё. Sonra açır kameranın səsi. Deməli, Gülay kaydı dayandır hələlik. Yenidən